Salam, hörmətli tamaşaçılar, xoş gördük hamınızı. Yoxluğa yoluxma verilişinin növbəti sayı ilə yeni evinizin qonağıyıq. Bugün siqaret tüstüsünün zərərlərindən və bu zərərli vərdişdən uzaq dayanmağın yollarından danışacağıq. Bu mövzunu bizimlə müzakirə edəcək studiyamızın qonaqlarını istərdim təqdim edeyim. Psixoloq Fərqanə xanım Mehmanqızı. Fərqanə xanım, xoş gördük sizi. Və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Aysel xanım Musayeva. Aysel xanım, xoş gördük sizi. Siqaret tüstüsünün zərərləri, insan orqanizminə nə kimi zərərləri var? Bu barədə tamaşaçılarımıza məlumat verərdiniz. İlk əvvəl onu deyim ki, insanlar, hər bir insan dünyaya gələndə müəyyən bir asılılıqlarla dünyaya gəlir, psixoloji olaraq. Və bu asılılıqları biz şərait yaradırıq ki, biz nədən, necə asılıq? Bu bizim həyat tərzimiz, xarakterimiz, bizə öyrədilən vərdişlərdən asılıdır. Və gəlirik bu siqaretə. Və siqaretə gəldiyimiz zaman da uşaq ətrafında o deyirik, nikotinin qoxusu belə onda asılılıq yarada bilir. Və yaxud da ki, ətrafdakılar çəkir, uşaq deyir ki, məsəl üçün, deməli bu normaldır və normaldırsa artıq mənə də olar. Deməli biz nə edirik? Biz əslində özümüz siqaret çəkəcək ki, ətrafımızdakı uşaqları da bu nikotin asılılığına məcbur edirik, vadir edirik. Burada zərərlər nədir? Zərərlər, bir çox zərərlər var. İstər fiziki olaraq, istər psixoloji olaraq. Mən psixoloji zərərlərindən danışım. Nikotin ifraz edən bir mərkəz var. O mərkəzi nə edir? Yuxuya aparır, elə bir dondurur və bu da bizim əslində psixologiyamıza hansı zərərləri vurur? Biz adaptasiya problemi yaşayırıq, sosiallaşma problemi yaşayırıq, davranışımızda problem yaşayırıq və qıcığa qarşı reaksiyamız həddindən artıq yüksək olur. Qıcığa qarşı reaksiyanı aşağı etmək üçün məsələn antidepressantlar filan dərmanlar içirik. Bu nikotinlə bir yerdə də hətta istifadə etdiyimiz zaman antidepressantları, bu zaman antidepressantların təsiri belə aşağı düşür. Deməli nədir? Nikotin bizim həyatımıza o qədər təsir edir ki, hətta farmakoloji bir müalicə almaq istədiyimiz zaman o müalicənin düzgün effekt verməsinin belə qarşısına alır. Maraqlıdır, bu zərərli vərdişdən niyə insan istifadə edir? Bilir ki, bu qədər zərərli vərdişdir. İstər siqaret çəkmək olsun, istər digər tütün məmulatlarından istifadə olsun, narkotik maddələrdən istifadə, alkoqoldan istifadə. Bu zərərli vərdiş, bunun zərərli vərdiş olduğunu hər birimiz bilirik, biz verilişlərdə deyirik. Yəni hər yerdə bununla bağlı təbliğat aparılır. Amma yenə də zərərli vərdişdən istifadə olunur. Niyə sizcə? Səbəblər müxtəlifdir, amma ortaq bir nəticə var, ortaq bir ana səbəb var, özünü təsdiq. Bu, düşdüyümüz mühitdə özümüzə belə təsdiq etmək üçün, ətrafımızdakıları təsdiq etmək üçün biz bu vərdişlərdən istifadə edirik. Uşaqlara deyirik ki, yeniyetmələrdir. Deyirik ki, məsələn, harada başlayır sizin siqaretə marağınız? Harada ki, kişisən, çək, nə olacaq? Əşi, bir dənə bundan qorxursa, nə olacaq? Bax, o elə psixoloji təzyiqlərin nəticəsində əslində uşaqlar başlayırlar ki, mən özümü təsdiq edəcəm. Yəni özünü yaşından böyük göstərmək üçün. Yəni mən sizdən fərqliyəm. Bax, sizin eləyə bilmədiyinizi mən elədim. Hamının eləyə bilmədiyini eləyirəm. Və ailədə də uşaq özünü təsdiq edə bilməyəndə artıq kənarda özünü təsdiq üçün müəyyən bir xırda və böyük mühitlər axtarır. Və bu mühitlər nə idi? Zərərli bir maddələrlə səni özündən asılı edir. Və zərərli maddələrlə necə özünü asılı edir? Bax, sən kim nə deyir desin, eybi yox, sən kişisən, sən böyüksən, adam güclü, nədən qorxursan, qorxaqsan, filan belə el arasında deyən pafos sözlərindən istifadə edərək, o zaten psixoloji həssas insandır bu, psixoloji həssas uşaqdır. Biraz da ona bu kimi təsirlərini artıq özündən asılı eləyə bilir. Həm qurum, yəni o balaca, kiçik, o deyək, kütlə özündən asılı eləyir, özünkü eləyir, həm də ki, artıq ona istifadəçiyə deyilsə, böyük olmaq, hamıdan güclü kimi görmək, dırnaq içində deyilir, güclü kimi görünmək artıq bir həzz verir. Buradan başlayır. Aysel xanım, sizin də fikirlərinizi eşidək. Bəs sizcə səbəb nədir insanı zərərli vərdişə meyl elətdirən? Belə deyək ki, ümumiyyətlə siqaretin tərkibində nikotin ki var, o asıllıq yaradır. Və bu təkcə siqaret çəkənlərə deyil, eyni zamanda siqaret çəkməyənlərə də təsir göstərir. Və elə bilin ki, qarşımızdakı siqaret çəkir, onun aldığı tüstünü biz də siqaret çəkmədiyimiz halda biz də özümüz alırıq və biz də nikotini qəbul etmiş oluruq. O zaman bizdə başlayır artıq asılılıqlar. Asılılıqlar artıq iki cür olur, psixoloji və fizioloji asılılıqlar. Psixoloji asılılıqlar ümumiyyətlə belə deyək də, siqaret çəkənlərdə bir fikir formalaşır, çəkdi və zövq aldı.
Bu davranış belə deyək ki, xətalı davranış formasıdır. Bu zaman insanlar səhər durarkən də siqaret çəkə bilər, gərgin vəziyyətdə qaldıqda da siqaret çəkirlər, yeməkdən əvvəl, yeməkdən sonra, iclasdan əvvəl, iclasdan sonra bu zamanda siqaretlərdən istifadə edirlər və bu artıq asılılıqlar yaradır insanlarda. Psixoloji asılılıqlar və gərgin vəziyyətə düşür. Hansı ki, siqaret çəkmək dayandırdıqda, artıq çəkib bitirdikdən sonra burada nikotin asılılığı özünü göstərir. Gərginlik baş verir, tərləmə ola bilir, özünü əsəbi hiss etmək edir, belə deyə baş ağrılar olur və bu zaman insan deyir ki, mən siqareti çəkdiyim an bunlardan xilas olacağam. Və həqiqətən də özünü inandırdığına görə psixoloji olaraq siqareti çəkər-çəkməz bu proseslər onda gedir və deyir ki, siqaretin mənə ziyanı yoxdur. Əksinə, mən siqareti çəkdim, mənim baş ağrım getdi. Özlərini buna inandırırlar. Ona görə də və asılılıqlar yaranır bunlarda. Belə deyək də, siqaret çəkdikdən sonra 20 dəqiqə ərzində yenidən siqaret çəkmə istəyi gəlir. Bu zaman insan siqaret çəkməsə, başını belə deyək ki, başqa bir şeylərlə aldatsa öz orqanizmi. Onda o vərdişdən uzaq dayanmış sayılı, daha doğrusu cəhd eləmiş olur buna. Bəli, cəhd eləmiş və 2 saat ərzində artıq çəkməsə nikotinin miqdarı azalır və artıq orqanizm bunu tələb etmir. Və belə deyək ki, orqanizmdə get-gedə 2 gün müddətində isə tamamilə nikotin bədəndən çıxmış olur. Elə verilişimizin bu məqamında tamaşaçılarımızla birgə sujetimizi izləyək. Siqaret çəkmək bu gün cəmiyyətin qarşısında duran ən ciddi sağlamlıq problemlərindən biridir. Təəssüf ki, bu vərdişə başlama yaşı getdikcə azalır və artıq bir çox yeniyetmələr siqaretə maraq göstərir. Onların gələcəkdə siqaret aludəçisi olmamaları üçün həm ailənin, həm məktəbin, həm də cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. İlk növbədə maarifləndirmə işi gücləndirilməlidir. Yeniyetmələr siqaretin böyüklük əlaməti olmadığını, əksinə sağlamlığa ciddi zərər vurduğunu anlamalıdırlar. Məktəblərdə bu mövzuda açıq dərslər, video çarxlar və real həyat nümunələri ilə tədris aparmaq çox önəmlidir. Əgər gənclər siqaretin ağciyərlərə, ürəyə, dişlərə və ümumiyyətlə insanın görünüşünə necə zərər verdiyini bilsələr, bu vərdişdən uzaq durarlar. Burada ailə tərbiyəsi də mühüm rol oynayır. Uşaqlar çox vaxt valideynlərini nümunə kimi qəbul edirlər. Əgər ata və ya ana siqaret çəkirsə, uşaq da bunu təbii bir hal kimi görür. Buna görə də valideynlər həm öz davranışları ilə nümunə olmalı, həm də açıq söhbətlərlə uşaqlarına siqaretin zərərlərini izah etməlidirlər. Yeniyetmələr çox zaman dost təzyiqinə görə siqaret çəkməyə başlayırlar. Buna görə məktəblərdə və gənclər mərkəzlərində sağlam həyat tərzini təşviq edən tədbirlər, idman yarışları və sosial layihələr təşkil edilməlidir. Gənc nə qədər aktiv və məqsədli olsa, zərərli vərdişlərə meyil bir o qədər azalar. Nəticə olaraq yeniyetmələrin gələcəkdə siqaret aludəçisi olmaması üçün yalnız bir tərəfin deyil, bütün cəmiyyətin birgə səyi vacibdir. Sağlam gələcək, sağlam vərdişlərlə başlayır. Biz siqaretin yaratdığı asılılıqdan söhbət etdik. İstərdim müalicə prinsiplərinə toxunaq. Elektron siqaretlərin yeni ildən artıq satışının qadağan qoyulması məsələsi var. Nəyə görə buna toxunaq bu məsələyə? Çünki elektron siqaretlər hal-hazırda adi siqaretdən daha zərərlidir və daha çox da istifadə olunur. Səbəb də olur ki, siqareti tərgitmə vasitəsidir. Hər ikinizin elə fikirləri maraqlı olar tamaşaçılarımıza. Əslində satışı qadağan olsa çox yaxşı olar. Çünki yeniyetmələr məktəblərdə daha aktiv bundan istifadə edirlər. Yetkin insanları nisbətlə götürsək. Çünki onu gizlətmək asandır. Onun qoxusu problem yaratmır, gizlətmək asandır, əldə etmək daha asandır. Ona görə də yeniyetmələr arasında, məktəblilər arasında bu daha yaygındır. Elektron siqareti bir deyil, bir neçə nəfər istifadə edə bilər. Yeniyetmələr öz arasında biri ağzına aparır, onda nə xəstəlik olduğunu bilinmir. Digər öz həmyaşıdına verdikdə isə onda olan infeksional xəstəliklər ona da keçir. Ağciyər xəstəlikləri yarana bilər, qiclər yarana bilər. Ona görə də belə deyək ki, onun qadağa olunması vacib bir şeydir. Vacib məsələdir. Biz də illərlə açığı elə veriliş sayəsində də çalışırıq ki, əldə eləyək o nəticəni. Necə ki, cərimələrlə bağlı ilə sonra biz maraqlandıq, cərimələrin tətbiq olunması ilə bağlı elə bizim də orada böyük əməyimiz var. Yəni bizim dedikdə nəyə nəzərdə tuturam? ASTV İdman televiziyası, Mədəniyyət televiziyası olaraq biz bu mübarizəni aparırıq, kütləvi informasiya vasitəsi olaraq və onu əldə elədiyi cərimələr tətbiq olundu və hər dəfəsində elektron siqaret qadağan olunsun satışı, qadağan olunsun satışı, yəqin ki, gələn ildə də bu deyilən söhbətlər sənəd üzərində də öz əksini tapar və satışı qadağan olar. Elə Fərqanə xanım,
həm müalicə prinsiplərinə toxunaq, o barədə tamaşaçılarımıza ətraflı məlumat Bəli, verərsiniz. səbəb və nəticə deyə bir şey var. Səbəblər aradan götürüldüyü zaman nəticə də dəyişir təbii ki. Demək nədir? O müalicə prinsipində iki cür səbəb var da nikotin istifadəçilərinin. Fizioloji asılılıq və psixoloji asılılıq, bir də fizioloji və psixoloji asılılıq, üç asılılıq var. Bu zaman biz nə edirik? Təbii ki, psixoloq, psixoterapevt araşdırır, diaqnostika edir, harda başladı, harda düyünlər var, harda səbəb hardadır ki, buna gətirən səbəblər. Elə insanlar var ki, o dediyimiz kimi yetkinliyə can atma dövrü var, özünü təsdiq etmə dövrü və bunda artıq asılılıq qalıb ki, mən siqaret çəkəndə daha güclü oluram. Mən siqaret çəkəndə daha problemləri daha asan həll eləyirəm və yaxud da ki, siqaret olmasa mən problemlərə dözümlülüyüm olmaz deyə düşüncə var. Bu düşüncədən azad edirik və təbii ki, fizioloji da biz ilk əvvəl də dedim ki, nikotin mərkəzi var ki, bizim beynimizdə o mərkəz biz hətta bizim bədənimizə lazım olan nikotinə əlavə nikotin istifadə etdiyimiz zaman o mərkəz artıq öz funksiyasını dondurur və elə bil ki, yatmış rejimə keçir. Və biz nikotinə istifadə etmədiyimiz zaman o mərkəz öz fəaliyyətini inkişaf etdirə bilmir. Ona görə də onu biraz qıcıqlar lazımdır, biraz oyatmaq lazımdır, tənbəlliyini ayıltmaq lazımdır və bu zamanda bizə nə kömək edir? Farmakoloji müalicələr kömək edir ki, biz farmakoloji müalicə ilə və bu dəmdə də psixoloji müalicə İkisi bir yerdə olduğu zaman çox yaxşı və tez effekt verir. Bir də insanın xasiyyətindən asılıdır. Məsələn, indi bizi dinləyicilərimiz bizi eşidə bilər və deyə bilər ki, mən 6 ay çəkmədim, istifadəçisi olmadım, sonra yenidən qayıtdım. Və yaxud da deyə bilərlər ki, 1 il və yaxud da biri deyə bilər ki, mən 25 il istifadə etdim, sonra birdən-birə kəsdim. Yəni, bu, yenə deyirəm, bədəndən asılıdır, psixologiyadan asılıdır. Buna uyğun da, psixologiya, fiziologiyaya uyğun da təbii ki, müalicə də fərqli olur və onun müalicə prosesi də fərqli olur. Amma iradəmizin, gücümüzün və düzgün müalicə nəticəsində effekt super ola bilər. Aysel xanım, biz siqareti tərk etmə yolları deyiriksə, başlıca olaraq həm Səhiyyə Nazirliyi, həm Daxili İşlər Nazirliyi, elə televiziya olaraq biz də bu işlə məşğuluq. Amma bu işdə bayraqdar rolunu başlıca oynayır Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, hansı ki, keçirdiyi tədbirlərlə elə təkcə tütün məmulatlarından istifadə deyil, digər zərərli vərdişlərdən də insanları uzaq tutmaq üçün əlindən gələn eləyir və yüksək, müsbət nəticələr də əldə eləyir. Elə istərdim, isimin fəaliyyəti ilə bağlı məlumat verəsiniz. Qaynaqxətt nömrəmizi vurğulayım, 050 800 70 45. Anonimlik tam, belə deyək ki, qorunur. Hər kəs anonim şəkildə müraciət edə bilər. WhatsApp xidmətimiz də mövcuddur. Həm tibbi psixoloji tövsiyələr verilir, həm belə deyək ki, onlara yol göstəririk. Eyni zamanda bizim mobildən əlavəmiz də var, tətbiqimiz də var, tütünə imtina et üzrə. Bu həm insanların belə deyək ki, bir növ psixoloqudur, həm də ki, yol yoldaşıdır. Demək, bizə həm çox zənglər gəlir, məktəb yaş dövründən zənglər gəlir, qadınlar da, kişilər də zəng eləyir. Azərbaycan demək olar ki, bütün bölgələrindən zənglər gəlir. Anonimlik isə tam şəkildə qorunur və onlar öz, belə deyək ki, təkcə siqaretdən çəkənlər deyil. Eyni zamanda onun, belə deyək, asıllıqlarını öyrənmək istəyənlər, zərərlərini öyrənmək istəyənlər də çox zəng edir. Üzr istəyirəm Aysel xanım, zənglər həftə içi hansı günlərdə mümkündür? Və hansı saatlarda? Həftə içi mümkündür. Saat 9-dan saat 18:00-a kimi mümkündür. Yəni həftənin 5 günü? Bəli, 5 günü zənglər olur. Yəni tam açıq xəttimizdir. Bura mesajlar da göndərmək olur, vurğuladığım kimi. WhatsApp xidmətimiz də mövcuddur. Heç biz belə deyək ki, adını soruşmuruq. Zəng edən pasientlərin demirik ki, adını sadəcə yaşlarını soruşuruq ki, hansı yaş dövründən daha çox zənglər gəlir. Onu özümüzdə statistika götürürük. Ona hər dəfə biz hesabat veririk ki, məsələn, 6 ay ərzində bu qədər zənglərimiz gəlib, bu bölgədən zənglərimiz gəlib. Əsasən uşaqlarmı zəng eləyib, qadınlarmı, kişilərmi, siqaret çəkənlərmi, yoxsa sadəcə məlumat almaq üçün zəng eləyiblər? Bəs o statistikanı bizimlə bölüşsəz, tamaşaçılarımızla biraz da olsa, yəni necə? Sizə zəng edənlər arasında kişilər ya qadınlar çoxdur, cavanlar, gənclər və yaxud qoca yaşlılar çoxdur?
İndi belə deyək də, hər kəsdə WhatsApp xidməti olduğuna görə məktəb bilə uşaqlar daha çox zəng edirlər. Sadəcə belə deyək ki, siqaret çəkənlər deyil, onun tövsiyələrini, yəni bizdə məktəbdə gəlib deyiblər ki, bunun zərərləri var, amma atam siqaret çəkir. Mən nəyi də bilərəm ki, atam siqaret çəkməsin, mən istəmirəm atam siqaret çəksin. Və yaxud da ki, mənim dostum siqaret çəkir, mənə də təklif edir ki, gəl gedək siqaret çəkək. Bir dəfə çəkmişəm, artıq mən də siqaret çəkmək istəyirəm. Özümü necə belə deyim ki, özümü qoruyum ondan, necə yox deyim, yox deyə də bilmirəm. Yəni sırf belə deyək də tütündən imtina et üzrə deyil, həm də psixoloji yardım məqsədi ilə fəaliyyət göstəririk ki, onlar da tütünə yox deyə bilsinlər. Çünki elə əksər insanlar var ki, elə iş yerlərində də biraz özləri üçün belə deyək, fasilə elan edirlər. Deyirlər ki, gedək siqaret çəkməyə. Bəziləri həqiqətən yox deyə bilmir. Siqaret tərk etməyi istəyir, amma yox deyə bilmir ki, mən siqaret tərk etmək istəyirəm, mən sizinlə siqaret çəkmək istəmirəm. Onu deyə bilmir. O zaman da bizdə zəng gəlir ki, mən yox demək istəmirəm. Bunu necə mən öyrənə bilərəm? Özümü necə inandıra bilərəm? Özümü necə özgüvənli elətdirə bilərəm ki, mən onlara yox deməyi də bacarım? Əsasən belə deyək də, düzünü desək ki, kişilər zəng eləyir. Yeniyetmələrdən də oğlanlar da, qızlar çox azdır. Qızlar əsasən öz qardaşları və belə deyək ki, ataları üçün müraciət edirlər ki, bəli, atam həkim deyib ki, məsləhət görüb ki, siqaret çəkməsin, ürək xəstəliyi var, amma bizi başa düşmür, mən istəmirəm atama bir şey olsun. Ona da belə deyək ki, tövsiyələr veririk ki, atanızla necə danışmalısınız ki, yola gətirə biləsiniz. İsmi fəaliyyəti haqqında isə danışmaq istəyərdim. Düz vurladınız ki, biz çox işlər görürük isim olaraq, bəli. Və məncə təkcə qaynar xətt və mobil tətbiqlə bitmir sizin fəaliyyət. Əlbəttə ki, bitmir. Biz gündəlik olaraq sosial şəbəkələrdə postlar paylaşılır, video çarxlar paylaşılır. Eyni zamanda bizim topoka.control.az saytımız da var və isim.az saytımız. Saytlarımız çoxdur əlbəttə ki, amma tütünlə belə deyək ki, paylaşılan saytları saymaq istəyirəm. Sağlam Uşaq portalı da var. Burada biz tütünün belə deyək ziyanları haqqında, onun tərkibi haqqında həm həkimlər öz məqalələrini yerləşdirirlər, girib o məqalələrə baxmaq olar. Sağlam Uşaq portalında isə həm uşaqlar üçün, həm analar üçün, həm də müəllimlər üçün video çarxlar, məqalələr paylaşılıb ki, onlar da özləri girib onun haqqında belə deyək ki, maariflənə bilsinlər. Çünki uşağın belə deyək qavraması ilə böyüklərin qavraması eyni deyil. Onlara xüsusi biz video çarxlar hazırlayırıq, başa düşəcəyi dillərdə hazırlayırıq. Müəllimlər üçün tövsiyələr də necə davranmaq lazımdır, valideynlərlə necə söhbət aparmaq lazımdır, onlar da paylaşılır, hazırlanılır. Eyni zamanda biz həm səhiyyə işçiləri üçün, həm qeyri-səhiyyə işçiləri üçün məktəblərdə, iş yerlərində bunun təbliğatını aparırıq, maarifləndirmə təlimləri keçirilir hər zaman. Xanımlar, istərdim bu sualın cavabını hər ikinizdən eşidim. Tamaşaçılarımıza da maraqlıdır. Ümumiyyətlə, zərərli vərdişdən istifadə edən şəxsə yanaşma necə olmalıdır cəmiyyətdə? Yəni, təkcə zərərli vərdiş dedikdə tütün məmulatlarını, siqareti nəzərdə tutmuram. Bura xroniki alkoqolizmi olan birini də nəzərdə tuturam. Bundan savayı narkomanı da bura daxil eləyirəm və elə tütün məmulatlarından daha çox siqaretdən istifadə edəni də bura daxil eləyirəm. Onlara yanaşma tərzi necə olmalıdır cəmiyyətdə? Fərqanə xanım, başlayaq sizə. Biz bilirik ki, tütün artıq o qədər yayğındır ki, bizə adi gəlir. Ən aşağısı, ən uzağı belə deyə bilərik ki, çıxıb eyvanda çəkilsin siqaret və yaxud da ki, evdə çəkilməsin. Yəni, bu istifadəsi qapalı şəraitdə olmasın deyə tələb eləyə bilərik. Bu kimi. Amma biz bilirik ki, bu aktiv şəkildə istifadə olunur iş yerində falan. Yəni, bunu artıq elə bir həyat tərzi kimi qəbul edirlər, çox təəssüf ki. Amma onun zərərlərini də sonra boyunlarına almırlar ki, bunun nəticəsində. Biz bilirik ki, 12 addım bir terapiya var. O terapiyadan qayıdıb gələnlər, müəyyən bir zaman çərçivəsində orada olanlar, oradan qayıdıb gələnlərə belə uzaq durmağa çalışırlar. Baxın, bu proses necə baş verir? Adamlar gedir orada müalicə alınır. Deyək ki, 6 ay, 5 ay, kimin indi maddi durumu nəyə çatdırsa, nə qədər çatdırsa, o qədəri adamlar qayıdıb gəlir kimlərin yanına? Məsəl üçün, əvvəl borc aldıqları, əvvəl müflis olduqları, müflis onları etdikləri adamlara gəlirlər. Onlar da ondan da qaçmaq istəyirlər. Çünki niyə? Əvvəl nə qədər borc alıblar, qaytarmayıblar. Artıq onun üçün bir narkoman, bir alkoqolik kimidir. Yaxın getmirlər, uzaq dururlar. Və adam kimi ilə biri olmalıdır. Gəlir o köhnə,
həmən o istifadəçilərinin yanına. Və beləliklə nə edir? Onlarla təzədən iltihabda olduğu zaman, bir münasibətdə olduğu zaman həmən istifadəçi də onu təzədən həmən alışqanlığa gətirib çıxardır. Yəni yenidən istifadəçisinə qayıdır. Ona görə də biraz cəmiyyətdən tələb də eləmək olmur ki, həmən insanları özün cəmiyyətə, yəni inteqrasiya etməyində kömək eləmək lazımdır, ona dəstək eləmək lazımdır. Yəni bunlar da mənəvi başa düşmək olur psixologiyasını ki, yenə yox, inanmırlar tərkizliyinə və ona görə də yenidən bu insanlar yenidən qayıdır öz köhnə vərdişlərinə. Ona görə də dediyim kimi bu asılılıqdan qurtulmaq da çətindir. Ona görə də bu asılılığa gedən yolu bilmək və əvvəldən geri dönmək lazımdır. Ki, yəni siz elə bilməyin ki, mən gedəcəm, müalicə alacağam və təzədən dönəcəm sağlam cəmiyyətə. Sağlam cəmiyyət də belə insanları özlərinə qəbul etmirlər. Yəni burada da problem var. Yəni onların da yanaşma tərzi düzəlməlidir. Bəli, yanaşma tərzi də düzəlməlidir. Əgər biz hər hansı bir özünü müalicə etmək, bu əzabdan qurtulmaq istəyən insanı kömək eləsək, cəmiyyət olaraq, sağlam cəmiyyət olaraq qurtulmağına kömək eləmək istəsək, bəlkə də nə qədər adamı kömək eləmiş, qurtulmuş olaraq. Çünki onlara bir qurum düzəldərik, onlar üçün bir şərait yaradarıq ki, bizdən biri olsun, yəni sağlam insanlardan biri olsun, əvvəlki vəziyyətinə çatsın. Ona görə də qınağı biraz kənara qoymaq lazımdır, qınaq obyekti kimi baxmamaq lazımdır və özümüzdən biri kimi və sağlam keçmişi xatırlamadan onlara motivasiya verərək sağlam cəmiyyətə, inteqrasiyasına kömək eləmək lazımdır. Aysel xanım. Fərqanə xanımın vurğuladığı kimi insanları, yəni ki, o insanları təcrid edirik və hətta əgər ətrafında, qohumlarında, babasında, atasında, əmisində də alkoqolda, narkotikdən istifadə edənlər varsa, deyirik ki, konkret olaraq sən baban da belə idi, sən də artıq beləsən, atan da belə idi, atana oxşamısan və artıq o insanın, belə deyək ki, şuur altına yerləşir ki, mən onsuz da dəyişməyəcəyəm. Nə etsin və özünü artıq qırağa çəkir, təcrid edir hər kəslə, iş verilmir, yəni ki, onunla dostluq edilmir. Amma o insanı başa düşmək, əksinə işə qaytarmaq lazımdır ki, cəmiyyətə qaytarmaq lazımdır ki, sən bacaracaqsın, özünə inam yaratmaq lazımdır ki, o özünə inansın və onun şuur altına yerləşsin ki, mən özüm, belə deyək ki, narkotikdən qurtulmaq istəyirəm. Maraqlıdır ki, onlar axı potensial cinayətkar kimidir, məsələn, narkotik maddə istifadəçisi. O onu, cəmaatı, ətrafı qorxudan səbəb odur. Əlbəttə ki, ona görə də özü istəməlidir. Ən azından biz maarifləndirmə işləri hər zaman aparırıq. Bizim bukletlərimiz var, çap materiallarımız var, kitabçalarımız var, saytlarımızda bunlar haqqında belə paylaşırıq. Narkomaniya haqqında paylaşırıq, alkoqol haqqında paylaşırıq. Cəmiyyətə, övladlarımıza, belə deyək ki, işçilərə, səhiyyə işçiləri olmasın, qeyri-işçilər olsun, hər kəs üçün, əhali üçün biz bunu paylaşırıq. Və insanlar Instagramda, Facebookda biz bunları paylaşır və görürlər. İnsanlar bunları maariflənir, amma yenə də özləri, belə deyək ki, onlardan qaçırlar, özlərindən kənarlaşdırırlar. Amma desələr ki, məsələn, bir övlad, bir atasına əgər narkomandırsa və yaxud da ki, alkoqoldan istifadə edirsə, desə ki, ata, mən səndən istəmirəm bunu istifadə edəyəsən, hər kəs məndən də artıq sənə görə uzaqlaşır, heç kim mənimlə dostluq etmir. Ən azından psixoloji, belə deyək ki, ona təsir göstərsə, mən inanıram ki, həmin insanlar da müalicə almaq istəyəcəklər. Bir də cərimələrə toxunsaq, son dövrlərdə tətbiq olunan cərimələr, məsələn, siqaret kötüyünü yerə atmaq özü cərimədir və yaxud qapalı məkanda tütün məmulatlarından istifadə cərimədir və son dövrlərdə cərimələr artıb. Buna münasibətinizi bildirərdiniz? Bu cərimələrin artması, maşından da hətta siqaret kötüyünün atmağı belə zərərlidir. Bunlar artması çox yaxşıdır. Əslində biraz da elə bil ki, məsuliyyət yüklüyür. Çəkəcəm, harda oldu, çəkə bilməyəcəm, artıq bir bizi sıxışdırıblar deyək də, artıq istifadəçisi, rahat istifadəçisi olmayacam. Bir də qiymətləri qalxsaydılar, lap yaxşı olardılar. Cərimələrin həm cərimələrin, həm də bu tütün məhsullarının qiyməti qalxsaydılar, maraqlıdır ki, elə yaxşı mövzuya toxundunuz. Maraqlıdır ki, Fərqanə xanım, siqaret bahalaşır günü-gündən. Yəni, biraz da bahalaşır, qüsurlu dövran halına alıb ki, bahalaşdıqca da daha çox istifadə. Ona görə də imtina etmək istəyirlər, ona görə də bizim zənglərimiz daha da artır.
Yəni deməli nədir? Nəticə, Yəni ona səbəb görə və nəticə var. ya da qiymət siz dediyiniz kimi biri 100% bahalaşmalıdır, biraz kəskin daha fərq. çox bahalaşmalıdır. Elə bir ölkələr var da, orada siqaret və alkoqolik maddələr daha belə bahalı Bəli. bir şey sayılır. Onlardan istifadə daha belə hər ailə istifadə edə bilmir. Siz düşünün ki, bir orta bir ailədir, maddi durumu orta bir ailədir. O ailə nə qədər siqaret və alkoqoldan istifadə edə bilər? Yəni bu düzdür, indi siqaretdən istifadəçilərin xoşu gəlməyəcək bu sözdür. Bəli. Amma ki, o nə qədər istifadə edə bilər və ailənin tələbatları və o tələbatları ödəyəndən sonra ona nə qalır ki, onlardan istifadə eləsin? Qiymətdə yəni kəskin artım Bəli, olmalıdır. kəskin artım olsa çox yaxşı olardı. Elə verilişimizin bu məqamında əməkdaşlarımızın hazırladığı növbəti süjeti izləyək. Elektron siqaret bazarı dünyada dinamik inkişaf edib. Satış artımı əsasən reklam və professional marketinq hesabına baş verir. Gənclər adi siqaretdən daha təhlükəsiz olduğunu düşünərək onların toruna ilk düşənlərdir. Həkimlərin təhlükəsiz siqaret yoxdur söyləməsi belə onları fikirlərindən daşındırmır. Ümumdünya Səhiyyə Təşkilatı bu cür məhsulların satışına nəzarəti gücləndirməyi qətiyyətlə tövsiyə edir. Bəzi ölkələr elektron siqaretləri tamamilə qadağan etmək yolunu tutub. Bəzilərində isə müəyyən məhdudiyyətlər var. Azərbaycanda da vaxtaşırı bu növ siqaretin qadağan edilməsi təklif olunur və bu gənc nəslin sağlamlığının qayğısı ilə izah edilir. Elektron siqaret gənclər arasında geniş yayılan qəbli siqaret növü sayılır. İl ərzində ölkəmizə 3 milyona yaxın birdəfəlik elektron siqaret gətirilir. Yeri gəlmişkən ekoloqların fikrincə birdəfəlik elektron siqaretlər ətraf mühitə böyük ziyan vurur. Onlar uzun müddət istifadə edilir və onları atmaq asan deyil. Ən azı xüsusi utilizasiya tələb olunur. Amma adi siqaret tüsküləri də ətraf mühitə mənfi təsir göstərir. 10 il ərzində həll olunur. Zərərli maddələr isə ətrafdakı ekosistemlərə sızır. Və ümumiyyətlə tütün və siqaret istehsalı heç bir halda ekoloji cəhətdən təmiz sahə deyil. Bəzi ölkələrdə elektron siqaretin qadağan edilməsinə səbəb onların tütün sənayesini dəstəkləmə istəyi ilə əlaqələndirilir. Elektron siqaretlər qadağan olunarsa, davamlı siqaret aludəçiləri çətin ki, bu vərdişdən əl çəksinlər. Onlar adi siqaretlərə keçəcək və ya qaydacaqlar ki, bu da satışları artıracaq. Siqaretlərlə elektron olub-olmamasından asılı olmayaraq bütün cəbhələrdə mübarizə aparmaq lazımdır. Belə məhsulların reklamına icazə verməmək, maarifləndirmə ilə məşğul olmaq vacibdir. Yeri gəlmişkən, bütün bu tədbirlər bizim qanunvericilikdə nəzərdə tutulub. Xanımlar, verilişimiz yekunlaşır. Siz siqaretin zərərlərindən danışdınız, ondan uzaq dayanmağın yollarından danışdınız. Hətta biz cərimələrə də toxunduq və yaxşı ki, vurğuladınız ki, siqaretin qiymətini bir 100%, 200% artsa bəlkə bu da effekt verər, öz effektini göstərər. İstərdim hər ikinizin tövsiyələrinizi eşidək, çünki bizi izləyən tamaşaçılar arasında həm siqaret çəkənlər var, siqaret çəkənlərin ətrafı var, yaxınları, doğmaları var. Onlara tövsiyələriniz nədir? Başlayaq Fərqanə xanım sizə. Mən yeniyetmələrə üzümü tutub deyirəm. Hansı kütlədə, hansı cəmiyyətdə gördünüz ki, sizə deyirlər, bax bu cümlədən başlayır, kişi ol, qorxma, oradan sakitcə uzaqlaş. Bu faciənin başlanğıcıdır. Yəni ciddidən mən statistika araşdırmışam, uşaqlar belə deyir, belə başlayır. Və yetkin yaşda olan insanlara da nə deyək? Əgər sizin həyatınız bu cümlə ilə başlayıbsa, siz özünüz də o cümlə ilə son qoya bilərsiniz tütün məhsuluna və yaxud da başqa asılığı olan maddələrə. O sözlə başlamısınız, o sözlə də bitirə bilərsiniz. Aysel xanım. Həm özümüzün, həm övladlarımızın, həm də yaxınlarımızın yaşlığını istəyirsinizsə, tütün tüstüsündən yox deməliyik. Təklifimizi qəbul etdiniz, gəldiniz və maarifləndirici söhbətlərinizlə tamaşaçılarımızı məlumatlandırdınız və biz bu verilişimiz sayəsində, sizin sayənizdə bir nəfəri belə bu zərərli vərdiş yolundan uzaq tuturuqsa, bu bizim uğurumuzdur. Sizə minnətdarıq. Hörmətli tamaşaçılar, bizə ayrılan zaman başa çatdı. Zərərli vərdişlərdən özünüzü və ətrafınızı uzaq tutun. Gələn görüşədək hələlik.